yoxdur bizim uşağımız. 5-ci aydır. Allah Taala o möcüzələri çoxdur. İnanıram ki, o möcüzənin birini də bizə yaşadar. Bizim uşağımızın həyatı beləsinə məhv olub. Bir ana övladının meyidinə də qurban deyərmiş. Mən onu demişəm. Bakıdakı klinikalardan birində çalışan və Xəzər dənizində özəl şirkətlərdən birinə məxsus gəmidə həkim kimi fəaliyyət göstərən 33 yaşlı Tural Sultanovun itkin düşməsi ilə bağlı bir müddət əvvəl xəbər vermişdi. Amma arada 5 ay yaxın vaxt keçməsinə baxmayaraq ondan hər hansı bir məlumat yoxdur və ailəsi çox narahatdır. Mənim oğlum Leyla klinikasından müqavilə əsasında Kaspian Protektor gəmisində həkim işləyib. 5-ci aydır bu uşaqdan xəbəri yoxdur. Kadrlar şöbəsində məlumat verdilər ki, belə bir hadisə baş verib. Adın qoydular ki, intihar edib Tural. 67 gün müddətində Tural gəmidə qalıb. Heç bir qanuni əsası olmayan gəmidə, dənizdə o qədər müddətdə qalmaq olmaz. Olmaz, mümkün deyil. İnsan psixologiyasına təsir eləyir. Nə o şirkət tərəfindən, nə klinika tərəfindən heç bir əlaqə yoxdur valideynlərə məlumat verilsin. Heç kəs məlumat vermir ki, mən zəng görsəm. Orada bir yoldaş var, dedi ki, mənə deyiblər ki, sən danışma. Nə də özləri heç bir məlumat vermir. Amma məxfilik saxlanır. Normal bir axtarış olmayıb. Mən elə bir nəticəyə gəlmişəm ki, burada axtarışın özü də səthi aparılıb. Əgər onlar dediyinə görə adam suya düşübsə də, birinci o motivi yoxdur. Anası ilə bir gün qabaq danışıb, ev götürülmüşdü. Mən özüm kömək eləyəcəm, başlamışdım mebel yığılmağa kuxunada. Nətər olur bu adam beləsinə? Deyirlər ki, bir gün əvvəl onun hərəkətlərində qeyri-adi müşahidə olunub, bizə məlumat verilməyib. Əslində qanunla bu adam çıxarılmalıdır sahilə. Bizim uşağımızın həyatı beləsinə məhv olub. Ailə faciənin içindədir. Kaspian Protektor mühafizə deməkdir. Xəzərin mühafizəsi deməkdir. Nətər mühafizə edirsən, öz həkimi, öz işçini mühafizə eləyə bilmirsən. Bunun psixoloji durumunda dəyişiklik olub. Orada Lamiyə Qarayev adlı bir şəxs var. Leyla Medikalda bu ilə psixoloji test aparıb, telefonla yardım göstərib. Nə ölüsü var, nə dirisi. Mən çox böyük şübhəm var ki, ölünün olması da bunlara sərf eləmir. Çünki cinayətdir. Həmin o səhlənkarlıq nəticəsində insan ölümünə gətirib çıxarır. Hərə öz işində gücündə, amma bizim ailə, oğlum məhv olub. Heç vaxt ümidimi üzmədim. Mən Allahdan heç vaxt ümidimi üzmədim. Allah Taala o möcüzələri çoxdur. İnşallah inanıram ki, o möcüzənin birini də bizə yaşadar. Nə olur olsun, ya diri, ya ölü balamın aşkara çıxmasın. Ən çox böyük diləyim. Allahdan hər gün diləyirəm, bir ana övladının meyidinə də qurban deyərmiş. Mən onu demişəm. Mən demişəm ki, mənim övladım çıxsın ortaya.